Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin üzerinize olsun. Aziz Allah sizə və ailənizə xeyir, bərəkət versin. Bu mənim İranla bağlı, daha doğrusu Amerikanın və İsrailin İrana təcavüzü ilə bağlı, İranı işğal etmə cəhdi ilə bağlı çəkdiyim 4-cü videodur. 3 videonu gözəl bəyəndiniz, rəylər yazdınız, paylaşdınız. Hamınıza təşəkkür edirəm. İnanıram ki, 4-cü videoda da bəyənəcəksiniz, paylaşacaqsınız ki, maariflənək, bir-birimizdən öyrənək ki, məsələni doğru anlayaq. Bu məsələ, yəni İranla bağlı olan məsələ Azərbaycan üçün həlledici məsələlərdən biridir. Biz bu məsələni doğru öyrənməliyik ki, doğru qərar vermiş olaq. Gözəl insanlar. Bu videonun başlığını mən belə qoydum ki, Trump, yəni bu savaşda nə itirməyə başladı. Bax, başladı feilin altından xətt çəkirəm. İtirdi, bitdi demirəm. Başladı deyirəm. Trump bu savaşda nə itirdi? Yəni İrana qarşı getmək Trump'ın hansı problemlərini üzəyə çıxartdığı gözəl insanlar. Bundan sonra da Amerika nə itirdi ya da ki İran nə itirdi, nə qazandı, İsrail nə itirdi, nə qazandı. Əgər qismət olsa onlarla da bağlı ayrıca video çəkməyi planlaşdırıram dəyərli insanlar, gözəl insanlar. Və bu məsələ belə anlaşılmasın ki, yəni Trump nələri itirdi, o demək ki, bu müharibənin, bu savaşın qalibi İrandır. Mən elə bir anlayışın içərisində deyiləm. İran ağır zərbə aldı, gözəl insanlar. Dəyərli insanlarını itirdi. Hərbi sənayesinə, iqtisadi sənayesinə, mədəniyyətinə, yollarına, şəhərlərinə, xəstəxanalarına, ondan sonra məktəblərinə, ən önəmlisi dəyərli insanlarını itirdi. Hərbi sənayesi böyük zərbə aldı, ağır zərbə aldı. Sadəcə olaraq İran nəyə görə burada görünməyə başladı? Çünki direniş göstərdi. İki böyük gücə qarşı direniş göstərdi. Geri çəkilmədi, öz haqları uğrunda mücadilə etdi. Gözəl insanlar. Yoxsa bu savaşın qalibi İrandır deyə mənim bir tezim yoxdur və bu tezin tərəfdarı deyiləm. İnanıram ki, hər tərəf öz xalqına qalib bizik ideyasını qəbul etdirməyə çalışırlar. Yəni bu məsələnin təbliğat tərəfidir. Bizim inancımız bizim üçün dəlil olmamalıdır. Biz əgər bir şeyi söyləyiriksə, onun dəlilini də ortaya qoymalıyıq gözəl insanlar. Bir məsələni öyrənərkən ittiham varsa, yalnız ittiham varsa və heyranlıq varsa, o məsələnin həqiqəti öyrənilməz. Yəni ittiham varsa, heyranlıq varsa, anlama yoxdur. Anlama yoxdursa, həqiqət yoxdur. Həqiqət yoxdursa, məsələni doğru araşdırma yoxdur. Yəni fanatizm var. Bu bizi məsələləri doğru öyrənməyə gətirməz gözəl insanlar. İkinci vurğulayacağım məsələ budur ki, nəyə görə Trump bu savaşa girdi? Birinci səbəb budur ki, Trump təbii ki, dünya hakimiyyətini, Amerikanın dünya hakimiyyətini gücləndirmək istədi. Belə fikirləşdirdi ki, Venezuelanı ələ keçirmişəm. Bundan sonra da İranın çox qısa zamanda İran məsələsində həll edəcəm və onun siyasi, iqtisadi imkanlarını ələ keçirib istədiyim bir İran quraraq, yəni Amerikanın bayrağı altında duran bir İran quraraq dünya hakimiyyəti mövqeyimi gücləndirəcəm və rəqiblərimi məğlub etmək üçün önəmli bir addım atmış olacağım. Yəni fikrinin biri bundan ibarətdir, gözəl insanlar. İkinci, Trump'ın anlayışı budur ki, Trump buna inanır. Kim güclüsü o haqlıdır. Trump ədalətə, insan haqlarına, hürriyyətə, beynəlxalq hüquqlara hörmət etməyən, tanımayan insandır. Özü də bunu açıqca söylüyor. Nə qədər deyir Amerika güclü olsa, o qədər biz başqalarını əzib, sömürüb, siyasi, iqtisadi, mədəni imkanlarını ələ keçirib özümüzü gücləndirəcəyik. Buna inanır adam. Bu anlayışla hərəkət edir yəni. Dünyaya bir şirkət kimi baxır, bir tacir kimi baxır, bir tüccar kimi baxır. Bu olar, bu olmaz deyə anlayışı yoxdur. Nə mənim mənafeyimə uyğundursa doğru olan odur. O cür yaşayır, o cür inanır və o cür də mücadilə edir gözəl insanlar. Üçüncüsü, niyə görə bu savaşa başladı? Çünki təkəbbürlü adamdır, məsləhət anlamayan adamdır, dinləməyən adamdır. Bax, Amerikada bütün ölkələrlə bağlı ayrıca institutlar var, mərkəzlər var. O cümlədən İranı öyrənən çox ciddi mərkəzlər var. Ancaq bu adam təkəbbürlü olduğuna görə nə o mərkəzlərə dinlədi, nə ağıllı adamları dinlədi, hətta öz komandasının içərisində olan sağlam düşünməyi bacaran generalları belə dinləmədi. Təkəbbür insanı kör eləyər və təkəbbür insanın yanlış qərar verməsinin yolunu açar. 4 gözəl insanlar. Onun hakimiyyətin gəlməsində əsas rol oynayanlardan biri İsrail lobbisidir. Və İsrail lobbisinin təşviqi ilə, idarəçiliyi ilə, yönətməsi ilə bu savaşa girdi. Onu inandırdılar ki, savaşa girəcəksən, çox qısa zamanda bu məsələ həll olunacaq və mənfəətlərimiz bu şərqdə, müsəlman dünyasında mənfəətlərimizi gerçəkləşdirəcəyik. Beşinci səbəb budur ki, inanırdı ki, qarşıdan seçkilər gəlir, Venezuelanı həll etmişəm, İranı da qısa zamanda həll edəcəm. Artıq seçkilərə İranı da fəth eləmiş, ələ keçirmiş, əl qoymuş bütün sərvətlərinə bir
Trump var ve bu cür qələbə zəfərlə seçkiyə gedən bir Trump'ın qarşısında kim dura bilər? Buna inandı gözəl insanlar. Altıncı səbəb odur ki, gözəl insanlar Trump'ın ətrafına yığdığı insanları ləyaqət prinsipi ilə seçməyib. Ləyaqət prinsipi budur. Bu insan bu işi bacararmı, bacarmaz mı? O prinsipindən seçməyib. Trump'ın kadr seçimində 2 dənə ölçü var. İtaət və sədaqət. Və bunun altından xətt çəkirəm. Trump'ın kadr seçiminin əsası ləyaqət deyil. İtaət və sədaqətdir. Trump'a itaət əsasdır. Trump'a itaət əsasdır. Sədaqət əsasdır. Yəni Trump'ın ətrafında elə bir insan yoxdur ki, Trump'ı tənqid etsin demirəm. Trump'a deyə bilsin ki, doğru olanları söyləsin. Doğru olanları söyləmək cəsarəti olan kadrlar yoxdur. Ona görə ki, əsas məsələ itaət və sədaqətdir. Baxın, Trump bəzən iclas keçirir, o iclaslara canlı yayımlayırlar. İclas belə başlayır. Söz verdiyi nazirlər öncə bir 5 dəqiqə, 10 dəqiqə Trump'ı tərifləyirlər. Sən dünya liderisən, sən bir dənəsən, hər şeyi bacarırsan, Amerika xalqı qürur duymalıdır, insanlıq qürur duymalıdır ki, başımızda bir Trump var. Yəni kadrlar ləyaqətlə seçilməyəndə, təkəbbür olanda, məsləhət olmayanda, işi bilənlərdən soruşulmayanda doğru qərarlar qəbul olunmur və doğru qərarlar qəbul olunmayanda bunun nəticəsi bundan ibarət olur, gözəl insanlar. İndi bunların içərisində deməli Trump'ın qarşılaşdığı məsələnin biri bundan ibarətdir ki, gözəl insanlar, Trump Amerika xalqını 3 məsələyə inandıra bilmir. Nə qədər çalışsa da, bütün təbliğat imkanlarından istifadə eləsə də, axşama kimi danışsa da, gündə 50 dəfə tweet atsa da, inandıra bilmədiyi məsələnin birincisi budur, gözəl insanlar. O, Amerikalıları inandıra bilmir ki, biz nə üçün savaşırıq? Amerikalılar deyir ki, mənim əskərim orada niyə ölür? Amerika bu savaşa niyə girib? Yəni, Trump əsaslandıra bilmir ki, Amerika bu savaşda olmalıydı, mütləq hücum etməliydi. Heç bir sözünün, argumentinin inandırıcılığı yoxdur. Ki, Amerika vətəndaşlarını inandıra bilsin ki, Amerika gerçəkdən bu savaşa girməliydi və biz savaşmalıydıq, bizim burada milli mənfəətlərimiz var idi, gerçəkdən İran Amerika üçün böyük təhlükə idi. Bu iddialarına Trump Amerika xalqını inandıra bilmir. İnandıra bilmədiyi birinci məsələ budur. İkinci məsələ budur ki, Trump iddia edir ki, biz qalib gəlmişik. Bütün məsələlərimizi həll etmişik. Trump bu məsələyə, yəni İranı məğlub etdik, İranı diz çöktürdük, istədiyimizi aldıq, siyasətini, iqtisadiyyatını, hər şeyini ələ keçirmişik. Artıq bizim istədiyimiz İran var, anlayışını Amerika xalqını inandıra bilmir. Biz qalib gəlmişik şüarını inandırma gücü və imkanı yoxdur. Üçüncüsü, Amerika xalqında belə bir tezis formalaşıb ki, Amerikanı İsrail lobbisi əsir alıb. Baxın, fikir verin, demək olar ki, hər gün Trump bir cümləni təkrar edir. Məni İsrail bu savaşa təhrik etməyib. Mən onların istədiyinə görə bu savaşa girməmişəm. Nədən Amerikanın prezidenti bu tezisi hər gün təkrar edir? Çünki Amerika xalqında belə bir iddiam var ki, hətta deyirlər ki, biz Amerikanı İsrailin əsarətindən qurtarmalıyıq. Ona görə Amerikanın başqanı xalqı bu tezisi təkrar edir ki, biz onların əsiri deyilik, gözəl insanlar. Eyni zamanda özü nüfuzunu itirib komediya qəhrəmanına çevrilir. Bax, Amerikada sorğular keçirirlər, o sorğuda vətəndaşlara verilən sualın biri budur. Trump deyəndə ağlınıza ilk gələn nədir? Bu suala insanların ilk reaksiyası belə olur. Hamı gülməyə başlayır. Yəni qeyri-ciddidir. Güvənilən adam deyil. Etibarı yoxdur. Səhər bir şey deyər, günorta bir şey deyər, axşam tamamilə başqa şey. Amerika xalqının gözündə bir komediya filmi kimidir. Komediya filminin qəhrəmanı kimidir. Baxın, ciddiyyətini o qədər itirib ki, özünü Həzrəti İsa'ya bənzədir. Bu məşhur şəkli gördünüz də, İsa'nın paltarını geyinib, əlində işıqlar, arxasında belə göğüzündən gəlib, əlini bir xəstənin alnına qoyub onu sağaldır. Baxın, xristiyan dünyası üçün Həzrəti İsa əslində Allah deməkdir. Yəni, xristiyanlara görə Allah İsa'nın timsalında təzahür edib, zühur edib. Trump özü də seçiləndə elan etmişdi ki, məni Allah seçmir. İndi də Allahlıq iddiasındadır. Amerika başkanları içərisində ilk prezidentdir deyə bilərəm ki, katoliklərin lideri olan, katoliklərin lideri ilə konfliktə girib. Bilirsiniz ki,
Papa, Katoliklerin lideri, onlar için çok önemli bir insandır. Onun sözü sözdür yani. O bu savaşı desteklemedi. İnsan ölümlerine, uşaq ölümlerine karşı çıktı ve dedi ki Allah sizin, Trump deyirdi Allah bizləndir. O da dedi ki Allah sizinle olabilmez. Çünkü sizin eliniz, Allah sizin dualarınızı kabul etmez. Çünkü sizin elleriniz dirseklerinize kadar kana batmıştır. Əslində Leo'nun dediği bu söz o kitaplarından, dini kitaplarından bir ayədir. Orada Allah buyurur ki, siz mənə dua edirsiniz ki, sizin dualarınızı kabul edim, ancak ben sizin dualarınızı kabul etmirəm, çünkü elleriniz dirsəyinizə qədər qana batmıştır. Yani ağıllı prezident, ciddi prezident, Katoliklerin lideriyle haksız olarak bir konflikte girmez. İsa'nın paltarına, donuna bürünüb, İsa kimi özünü gösterip, ben Allah'ın elçisiyim, Allah beni seçip demez. Güzel insanlar. Bu qeyri-ciddilikdən xəbər verir. Məlum olub ki, Amerika xalqı savaşı desteklemir. Keçirilən bütün sorğularda, bakın, Trump'ın nüfuzu düşür ve xalqın bu savaşa dəstək verən cəmisi 15-20% deyək. Fərqli rəqəmlər də var. Amerika Kongresinde ilk defa, yani bu Trump'la bağlı meselelerde müzakere olunan meselelerden biri budur ki, kongresmenler deyirlər ki, biz mütləq bir komissiya yaratmalıyıq və belə bir məsələni gündəmə gətirməliyik ki, bu Trump'ın ağıl sağlığı, sağlamlığı yerindədir yoxsa yox? Yani Trump Amerikanı idare etmek gücündedir yoxsa yox? Bakın, bir prezident hakkında kongresmenler mesele kaldırırlar ki, bunun ağıl sağlığı yoxlanmalıdır. Çünkü bu Amerika için təhlükədir. Başka bir grup kongresmen yine de mesele kaldırır ki, onun impeachment meselesini, yani vəzifəsindən kənarlaşdırma meselesini gündeme getirmeliyiz. Güzel insanlar. Bakın, öfkeleni, generallar, öz generalları, özünün yani hakimiyetinde temsil olunan ciddi generallar bu muharebeye itiraz elementi olarak istifa edilir. Yani hem Amerika cemiyeti parçalanıp, hem demokratlar ona karşı çıkıblar, tabii ki o rəqibləridir. Eyni zamanda Respublikaçılar Partiyasının içerisinde de Trump'a karşı, öz partisinin içerisinde Trump'a karşı ciddi itirazlar var, güzel insanlar. Çok öfkelidir, qəzəblidir, açıq-aşkar söyür. Bakın, jurnalistleri aşağılayır, üzr istemek diye bir fikri yoktur. Çok yalan danışır, yalan danışma onun güvenini sıfırlayır. Bakın, utanma duygusu, utanma duygusunu itirip demirəm. Məlum olub ki, utanma duygusu yoktur. Məsuliyyəti yoktur. Niye göre? Çünkü niye göre öfkelidir, niye göre söyür, niye göre üzr istemiyor, niye göre hamını aşağılayır? Çünkü narsisttir. Narsist devamlı tərif istəyir. Güzel insanlar. Narsist ne zaman öfkelenir, söyür, üzr istemir, çok yalan danışır, ne zaman belə deyək, özünü, öz əvvəlki o dərəcəsində hiss eləmir, baxın, etibarını itirəndə. Hiss edəndəki ona heyranlar azalıb, hiss edəndəki artıq onun bütün iç yüzü ifşa olunub, hiss edəndəki artıq o proseslərə nəzarət itirir. Yani karşımızda narsist, təkəbbürlü, dünya benim etrafımda dönür diyen bir Trump var. Ve bu savaşın ilk neticesi bundan ibaret oldu, güzel insanlar. Amerika istediğini elde edebilmedi. Trump özünün əsl mahiyyətini üzə çıxartdı. Bakın, emin olun ki, bugün barış olması için, bu işin, bu savaşın bitmesi için elinden gelen her şeyi eləyir. Ve istəyir ki, elə bir şey göstərebilsin ki, Amerika xalqına desin ki, biz bu savaşda qalib gəlmişik. Trump'ın bu savaşta galip gelme imkanı yoktur. Güzel insanlar. Ben de çalıştım ki bu savaş ərəfəsində, bu savaş zamanı Trump'ın geldiği durumu, getirdiği durumu, dünyanın özünü ve ülkesini getirdiği durumun bəzi əlamətlərini sayım. Bir videoda ayrıca çekeceğim ki Amerika bu savaşta ne yitirdi, İran bu savaşta ne yitirdi, ne kazandı, İsrail bu savaşta ne yitirdi, ne kazandı. İnşallah Allah ömür verse, imkan verse o videolarda çekip sizinle paylaşmaya çalışacağım. Beni dinlediğinize göre size teşekkür ederim. Var olun,
Sağ olun. Əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.